Cərrullah Zəməxşəri böyük İslam alimi, ümumiyyətlə filosof eyni zamanda qrammatika sahəsində, bütün din elmləri sahəsində onun əsərlərindən bütün İslam məzhəblərinin üləmaları bu gün də istifadə edirlər. Həmin alim öz məşhur təfsirində qeyd edir ki, bayaq vurğuladığım ayədə ki, Əhzab surəsinin 59-cu ayəsində örtünsünlər sözündə keçən cələbib sözü. Digər təfsirçilər həmin sözün bütöv örtünmə, çarşaf, yəni bu mənada izah edirlər. Lakin həmin alim onu bizim milli çalağayımız deyə biləcəyimiz formada bir başörtüsü kimi təsnifatlandırır. O dövrdə bizim nənələrimiz də məhz bu çalağaydan istifadə ediblər. Amma müasir dövrdə təəssüf ki, orta əsrlərin bəzi mühafizəkarları xarici təsirlər nəticəsində gəlib bizim ölkədə də insanlara təsir göstərirlər ki, yox, sanki bu çalağayı dini, necə deyərlər, ehtiva etmir, bu çarşaf örtülməlidir. Bax, o bayaq dediyim sözün əsas mənasında mötəbər alimlər qeyd edir ki, bu heç də tamamilə bürünmək demək deyil. Ələlxüsusda rəng söhbəti olmayıb o dövrdə ki, insanlar qara rəngə bürünsünlər, yaxud da hansısa başqa bir tünd rəngə bürünsünlər. Bu baxımdan mən hesab edirəm ki, əgər başını örtmək istəyən, deyək ki, o ayələrə riayət etmək istəyən, ya buna ehtiyac duyan, hansı ki, bu dövrdə qeyd etdiyim kimi o cür örtünməyə ehtiyac yoxdur. Əgər ona zərurət duyan, bir narahatlıq hiss edənlər əlbəttə ki, həmin çalağaydan böyük məmnuniyyətlə istifadə edirlər ki, həm dini tərəfdən bu tələblərə cavab verir, həm də milli mənəvi dəyərlərimiz baxımından.